Dostlar, salam aleykum. Bakıdan 9-cu mikrorayondan. Biz buradayıq artıq və biz buradayıqsa bizim məhsullar da bizim yanımızdadır. Məhsullarımızın şahı, tacı, padşahı, mövsümün məhsulu Gürcü xəncəli. Yaxın elə. Deməli, bir də vurğulayıram. Həmişə dediyim kimi, biz bunu polfabrikat şəkildə kimdənsə almırıq. Ətin alınması, təmizlənməsi, bükülməsi, saxlanılması, bişirilməsi hamısı özümüzə aiddir. Tərkibi inək əti deyil, nə bilim, baş əti deyil. Xalis dana əti, yerli məhsullar, göyərtisidir və məzəmələrdir və s. Yəni, ət yüksək keyfiyyətdə, halal kəsim, yolunuzu gözləyirik təbii ki. İstəyirik ki, Bakı cəmiyyətdə gəlsin. İstəyirsiniz bulyonlu, istəyirsiniz bulyonsuz, gəlin bizim xəncəlin dadına baxın. Salam aleykum, yolunuzu gözləyirik.